Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Dərs izahına keçməzdən öncə sizlərdən kiçik bir xahişim olacaq. Videoların davamlı olmasını istəyirsinizsə, zəhmət olmasa kanala abunə olun, videoları bəyənin və şərh yazmağı unutmayın. İndi isə keçək dərsimizə. Biz baxırıq 3-cü sinif Azərbaycan dərsliyində səhifə 42-yə. 3-cü fəslimiz başlayır. Fəslimizin adı olacaq Tarixi abidələr. Bir A tapşırığına baxırıq. Şəkildə Şirvanşahlar Sarayını görürsünüz. Siz bu abidə haqqında nə bilmək istəyərdiniz? Bu haqda məlumat almaq üçün suallar tərtib edin. Şirvanşahlar Sarayının şəkli təsvir edilib. Bu şəkildə məsələn suallar yaza bilərik ki, saray harda yerləşir? Saray nə vaxt tikilib? Sarayı kim tikib? Saray nə məqsədlə tikilib? Sarayda hal-hazırda yaşayış varmı? Saray neçə otaqdan ibarətdir və s. Ağlınıza gələ biləcək hər bir sualı əlbəttə ki, yaza bilərsiniz. Bizim bugünkü mətnimiz isə olacaq Piza qülləsi. Oxuyuram, diqqətlə qulaq asırıq. Dünyada elə abidələr var ki, gözəlliyinə, qədimliyinə görə hamının marağına səbəb olur. Belə abidələrdən biri də İtaliyanın Piza şəhərində inşa edilmiş qüllədir. Piza qülləsini fərqləndirən əsas xüsusiyyət onun əyri durmasıdır. Kənardan bu tikiliyə baxanda adama elə gəlir ki, o indi aşacaq. Bu xüsusiyyətinə görə ona yıxılan qüllə də deyirlər. Bununla belə Piza qülləsi artıq neçə əsrdir ki, əyri dayanıb, amma yıxılmır. Qüllənin əyilmə səbəbi dəqiq bilinmir. Sözsüz ki, o inşa ediləndə başqa binalar kimi düz idi. 100 illər ərzində bina 5 metr yana əyilmişdi. Bəzi fikirlərə görə əyilməyə səbəb binanın bünövrəsində torpağın yumşaq olması və zaman keçdikcə bir tərəfinin çökməsidir. Abidənin inşası 1174-cü ildə başlanıb və 1350-ci ildə başa çatıb. Qüllənin memarının kim olduğu da dəqiq məlum deyil. Lakin bəzi mənbələrdə Bonanno Pisano'nun adı qeyd olunur. Qüllə 8 mərtəbədən ibarətdir. Hündürlüyü təxminən 56 metrdir. Divarının qalınlığı aşağı mərtəbələrdə 4 metr, yuxarı mərtəbələrdə isə 2 metrdir. Qüllənin 294 pilləsi vardır. Mütəxəssislər qüllənin yana doğru əyilməsini daim nəzarətdə saxlayırlar. Onun bünövrəsi möhkəmləndirilir, dağılmış sütunları bərpa olunur. Bunun nəticəsində son 20 ildə qüllə 4 sm düzəlib. Aşma təhlükəsinin olmasına baxmayaraq, hər il milyonlarla turist Piza qülləsini seyr etmək üçün İtaliyaya gəlir. Gəlin söz boğçasındakı sözlərin mənalarına baxaq. İnşa etmək, qurmaq, yaratmaq, tikmək, bina tikmək. Mənbə nəyinsə əsası, başlanğıcı deməkdir. Memar binaları layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənətini icra edən şəxs. Bünövrə, özül, əsas, təməl, tikilinin torpağı qazaraq başlanması, başlanğıc hissəsi deməkdir. Mütəxəssis, elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adam, ixtisas sahibi. Bərpa etmək isə əvvəlki halına gətirmək, təmir etmək, düzəltmək deməkdir. Daha sonra çalışma B-yə baxırıq. Deməli, çalışma B-də bizə belə bir tapşırıq verir. Söz boğçasındakı sözləri aşağıdakı izahlarla uyğunlaşdırın. Binanın əsası, təməli, özülü, biz dedik ki, bünövrədir. Əvvəlki vəziyyətinə gətirmək, bərpa etmək, qurmaq, yaratmaq, tikmək, inşa etmək, bir məlumatın alındığı yer, sənət, mənbə, tikintinin layihəsini hazırlayan şəxs memardır. Dəftərdə də göstərim sizə, baxın bu şəkildə. Çalışma C. Mətndə hansı suallara cavab yoxdur? Piza qülləsi harda yerləşir? Burada belə bir məlumat var. İtaliyanın Piza şəhərində. Bu qüllənin fərqli cəhəti nədir? Onun əyri dayanmağı. Piza qülləsi hansı məqsədlə tikilib? Bu suala cavab yoxdur. Qüllənin hündürlüyü nə qədərdir? Qüllənin hündürlüyü burada qeyd olunub 56 metrdir.
Güllə hansı materiallardan tikilib? Bu suala da cavab yoxdur. Deməli, 3-cü və 5-ci suala cavab yoxdur. Çalışma ki, riyazi biliklərinizdən istifadə etməklə suallara cavab verin. Pisa gülləsi hansı həndəsi fiqura bənzəyir? Silindra bənzəyir. Güllənin hər mərtəbəsinin hündürlüyü neçə metrdir? Biz mətndə belə bir məlumat əldə etdik ki, deməli, güllə 8 mərtəbədən ibarətdir və hündürlüyü də 56 metrdir. Deməli, biz bunu tapmaq üçün 56-nı 8-ə bölürük və bu da eləyir 7. Deməli, güllənin hər mərtəbəsinin hündürlüyü 7 metrdir. Daha sonra çalışma de. Cümlələrin fakt yoxsa münasibət bildirdiyini müəyyən edin. Pisa gülləsi İtaliyada yerləşir. Bəli, bu faktdır. Gəlin fakt münasibət qaydasını bir daha yadımıza salaq. Fakt dəqiq olandır. Məsələn, futbol komanda oyunudur. Bu məlumatı mən dəqiq olaraq bilirəm. Mən bu məlumatın mənbəsini göstərə bilərəm, şəkillər göstərə bilərəm. Bu faktdır. Münasibət ola bilməz. Amma deyirəm ki, deyəsən sabah qar yağacaq. Burada artıq mən deyəsənimə heç kim güvənə bilməz. Mən münasibət bildirirəm sadəcə. Havanın soyuq olmasına baxıb və s. Münasibət bildirirəm, amma yağmaya da bilər. Deməli, ikinci cümlə. Məncə pizza gülləsi qeyri-adi tikilidir. Bu məncə sözü varsa elə bu artıq münasibətdir. Çünki öz münasibətimi bildirirəm. Mən də pizza gülləsini görmək istəyərdim. Burada da münasibət var. Mənim fikrimdir bu. Bəlkə bir başqası pizza gülləsini heç görmək istəmir. Pizza gülləsini inşa edildiyi şəhərin adı verilib. Bu da faktdır. Mənbəsini göstərə bilərəm mən bunun. Və araşdırma verilib. Qız Qalası haqqında araşdırma aparın. Bu artıq sizin özünüzə düşən bir tapşırıqdır. İnternetdə və s. Kitablardan istifadə edib Qız Qalası haqqında müəyyən araşdırma apara bilərsiniz. Hətta Bakıda olan şagirdlər valideynlərinə xahiş edə bilərlər ki, onları Qız Qalasına aparsınlar və yerindəcə onların Qız Qalasının şəkillərini çəksin. Orada içərilərdə məlumatlar qoyulub ortada. Onlardan istifadə etsin. Keçdik səhifə 44-də 2A tapşırığında deyir ki, təlimatlardan istifadə etməklə pizza gülləsi haqqında məlumat vərəqi hazırlayın. Təlimat bu şəkildədir. Mövzunu, yəni başlığı qeyd edin, abidənin şəklini çəkin və ya tapdığınız şəkli vərəqə yapışdırın. Nümunəyə uyğun cədvəl tərtib edin. Mən bu şəkildə məlumatları yazmışam. Siz bir A4 vərəqində təqdimat hazırlaya bilərsiniz. Yerləşdiyi ölkə İtaliya. Yerləşdiyi şəhər Pisa, tikilmə tarixi 1174-1150-ci illər, hündürlüyü 56 metr, memarı dəqiq məlum deyil, əlavə məlumatlar əyri durması səbəbindən yıxılan güllə kimi tanınır. Bu şəkildə. Çalışma B-yə baxırıq. Eyfel gülləsi haqqında verilmiş məlumat vərəqinə baxın, suallara cavab verin. Baxın, məlumat vərəqi verilib burada. Fransanın bayrağında hansı rənglər var? Göy, ağ və qırmızı rənglər var. Eyfel qülləsi hansı şəhərdə yerləşir? Parisdə. Məlumat vərəqindəki simvolik işarələr nəyi bildirir? Birincisi, təqvim işarəsi qurulduğu illəri, tikildiyi illəri bildirir. İkincisində memarı kimdir? Onun işarəsidir və hündürlüyü haqqında məlumat. Əlavə məlumatlar da baxın verilib. Və çalışma C-də deyir ki, məlumat vərəqindən istifadə etməklə təqdimat hazırlayın. Bu şəkildə sizlər üçün yazmışam. Təbii ki, öz istəyinizə uyğun olaraq dəyişə bilərsiniz. Eyfel qülləsi Fransanın paytaxtı Paris şəhərində Sena çayının sahilində yerləşir. 1887-89-cu illərdə inşa edilən gülləyə onun memarı Gustavo Eyfelin adı verilib. Hündürlüyü 300 metr və 65 santimetrdir. Hər il milyonlarla turist Eyfel qülləsinə baxmağa gəlir. Bu məlumatları daha da genişləndirə bilərsiniz təbii ki.
Çalışma Ç. Qız Qalası haqqında apardığınız araşdırma əsasında məlumat vərəqi hazırlayın. Səhifə 43-də bir araşdırma eləməyiniz tapşırılırdı sizə və bu araşdırmaya əsasən bir məlumat vərəqi hazırlayacaqsınız. Səhifə 45. Bizim hər bölmədən sonra olan dil qaydalarına aid tapşırıqlarımızdandır. 3A tapşırığında yazılıb. Aşağıdakı sözləri cədvələ uyğun qruplaşdırın. Biz aşağı siniflərdə şəxs adları, yer adları, heyvanlara verilən adlar haqqında məlumatları öyrənmişdik. Demişdik ki, hər zaman böyük hərflə yazılır. Hindistan yer adıdır, Elgün şəxs adıdır, Məstan heyvan adıdır, pişik adıdır. Bakı yenə yer adı, Alabaş heyvanlara verilən ad, Ayla insan adı, şəxs adı. Azərbaycan yer adı, Toplan heyvana verilən ad, Əli şəxs adıdır. Və bizi bu qayda yönləndirir yeni bir qaydamıza. Ümumi və xüsusi isimlər. Ümumi hamıya aid olan deməkdir. Məsələn, şagird sözünü həm Fəridəyə, həm də Leylaya, həm də Toğrula aid etmək olar. Şagird. Şagird deyəndə bütün sinifdəki şagirdlər nəzərdə tutulur. Amma mən oradan birini çağırıram. Leyla, qızım, gəl bura zəhmət olmasa. Artıq mən fikrimi Leylaya aid elədim. Abidə deyəndə bütün abidələr nəzərdə tutulur. Amma Eyfel, Atəşgah, Pizza, onları fərqləndirmək üçün onlara ad verilib. Şagird abidə sözləri ümumi isimlərdir. Fəridə, Toğrul, Atəşgah və s. adlar isə xüsusi isimlərdir. Çünki bu sözlər hamıya deyil, ayrı-ayrı varlıqlara, fərdlərə aiddir. Çalışma 1. Aşağıdakı ümumi isimlərə aid olan xüsusi isimlər deyin. Məsələn, nümunədə göstərilib. Çay bu ümumi isimdir. Çay deyəndə nə qədər çay nəzərdə tutulur. Amma birini seçirik, Kür. Deməli, şəhər, Sumqayıt, Bakı, Şuşa və s. Müəllim, öz adımı yazmışam, Raziyə, soyad, Abbasova, ölkə, məsələn, Türkiyə, Hindistan və s. Kənd, Xoşbulaq yazmışam, fərqli kəndlərdə yaza bilərsiniz. Pişik, Məstan, Pambıq, it, Toplan, Alabaş, Qarabaş, nə qədər ola bilər. Çay, Kür, Araz, göl, Maral göl, Göy göl. Qız, bir qız adı yaza bilərsiniz. Günay, Aygün, Nuranə və s. Və bizi burada diqqət et bölməsində ikinci kiçik bir qayda gözləyir. Xüsusi isimlərin ilk hərfi hər zaman böyük yazılır. Məsələn, Nizami, Gəncə, Naxçıvan, Türkiyə. Çalışma C-də deyir, hansı cümlədə Aslan sözü böyük hərflə yazılmalıdır. Seymurla Aslan Rəşid dəstəkləyir, onu alqışlayırdılar. Burada alqışlamaq varsa, deməli bir insandan söhbət gedir. Aslan burada insan olduğu üçün böyük hərflə yazılacaq. İkinci cümlə. Qoca Aslan başını pəncələrin üstünə qoyub yuxuya getdi. Qoca Aslan. Pəncə sözü varsa burada artıq bilirik ki, burada heyvana aiddir bu fikir. Ona görə də burada Aslan sözünü kiçik hərflə yazırıq. Biz aşağı siniflərdə belə bir qaydada keçmişdik ki, bəzən bir söz həm böyük, həm də kiçik hərflə yazıla bilər. İnsana aid bir xüsusiyyət olanda, daha doğrusu insana aid ad olanda burada böyük hərflə yazılırıq. Başqa mənada olanda isə məsələn Laləni götürək. Lalə insan adı bildirəndə böyük hərflə yazılır. Lalə gül adı bildirəndə isə kiçik hərflə yazılır. Baxırıq çalışma Ç-yə. Hansı sözlər yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazılır? Ceyran. Ceyran məsələn heyvan olanda ceyran ovladım. Ceyran ovlamağa getdim. Burada deməli böyük kiçik hərflə yazılır. Amma deyirəm ki, Ceyran nənə bizə kətə bişirmişdi. Ceyran nənə burada artıq insan adı bildirdiyi üçün böyük hərflə yazılır. Azərbaycan hər zaman böyük hərflə yazılır. Yasəmən. Yasəmən gül adı bildirəndə kiçiklə yazılır, insan adı bildirəndə böyüklə yazılır. Anamın ən sevdiyi gül Yasəməndir. Burada kiçiklə yazılacaq. Amma deyirəm ki, mənim ən yaxın rəfiqəmin adı Yasəməndir. Burada böyük hərflə yazılacaq. Demək, gül adı olanda kiçik, insan adı olanda böyük. Arzu. Sənə uğurlar arzu edirəm. Burada kiçiklə yazılacaq. Amma deyirəm ki,
Arzu xala bizə qonaq gəlmişdi. Burada böyüklə yazılacaq. Kür, Qafqaz hər zaman böyük hərflə yazılır. Zəfər. Bir var deyirəm ki, Azərbaycan ordusu zəfər qazandı. Burada kiçik hərflə yazılır. Amma deyirəm ki, atam, qardaşım Zəfərə kompüter aldı. Burada Zəfər insan adı olduğu üçün böyük hərflə yazılacaq. Gəlin dəftərdə də göstərim mən sizə. Bu da çalışma 2. Səhifə 45-də yekunlaşdırdıq. Bu günlük bu qədər uşaqlar. Digər videolarımızda görüşərik. Sağ olun, salamat qalın.